Salam əziz və dəyərli müəllimlər, xoş gördük hər birinizi. Mən Kurikulum və Texnologiya təlimçisi Nəsirova Röyalə. Bugün sizlərə müsahibə mərhələsində müəllimlərə verilən bir neçə sualın izahına baxacağıq. İlk öncə bunu qeyd etmişəm, yəni müəllimlərimiz, hər birisi vurğuladı ki, müəllimlər ilk öncə bizə özünü təqdim etmə, təqdim olundu ki, özünüzü təqdim edin. Bu hər bir müəllimimizə verilib. İndi baxaq növbəti suallara. İnteraktiv dərs nədir? İnteraktiv dərs şagirdlərin dərs prosesində daha fəal iştirak etməsini təmin edən bir dərsdir. İnteraktiv dərsdə müəllim şagird arasında, həmçinin şagird arasında qarşılıqlı əlaqənin artırılmasıdır. Aktiv şəkildə qurulmasıdır. İnteraktiv dərsin əsas xüsusiyyətləri olaraq nəyə götürürük? Deyirik ki, müəllim şagird arasında aktiv əlaqə yaranır. Həm ünsiyyət qurulur və həmçinin də müəllim məlumat ötürən, şagird isə pasiv dinləyici kimi deyil. Şagird özü də aktivdir. Yəni müəllim hazır şəkildə məlumatı şagirdə vermir. Şagird özü də aktivdir, araşdırır, axtarır. Yəni məlumatı hazır şəkildə ötürmür müəllim. Deməli, həmçinin də dedik şagird arasında aktiv əlaqənin, ünsiyyətin, əməkdaşlığın və digər bacarıqların formalaşması üçün şərait yaranır. Bir sözlə, interaktiv dərsdə müəllim fasilitator olur. Şagird isə aktiv olaraq öz fəallığını inkişaf etdirir. Baxırıq 3-cü sualımıza. Sinifinizdə şagirdlərdən birinin valideyni şagirdin təhsilinə laqeyd yanaşır. Nə edərsiniz? Bu zaman biz effektiv müəllim-valideyn münasibəti var ki, orada qeyd olunur ki, müəllim valideynlə mütləq əməkdaşlıq etməlidir. Və bunun üçün müəllim israrlı olmalıdır. Yəni, valideynlə müəllim effektiv ünsiyyət qurmalıdır. Bəzən valideyn olur ki, çox laqeyd, etinadsız yanaşır. Yəni, övladının təhsilinə laqeyd yanaşır. Bu zaman müəllim nə etməlidir? Müəllim valideynə onu anladığını göstərməlidir, əməkdaşlıq etməlidir, empatiya qurmalıdır və ən əsası israrlı olmalıdır. Davamlı olaraq şagirdin dərsə marağı, davamiyyəti, qiymətləndirilməsi haqqında valideynə məlumat verməlidir. Valideynlə tez-tez məktəbə, onu dəvət etməlidir valideyni. Çalışmalıdır ki, onunla ünsiyyət qursun, onunla empatiya yaratsın, valideyni anladığını göstərsin, valideyni günahlandırmaq olmaz ki, sən niyə şagirdin təhsilinə maraqlı deyilsən? Yəni, bu cür əməkdaşlıq edərkən valideyni məktəbə, şagirdin təhsilinə marağını yarada bilər və həmçinin valideynin hüquq və vəzifəsini onun diqqətinə çatdırmaq olar. Refleksiya nədir? Baxırıq 4-cü sualımıza. Refleksiya şagirdin dərsi nə dərəcədə mənimsədiyini ortaya çıxaran bir məqamdır. Həmçinin də müəllimin təlimi nə dərəcədə keyfiyyətli, effektiv qurmasını yoxlayan bir məqamdır. Buna görə də refleksiya təkcə şagird üçün deyil, həmçinin də müəllim üçün böyük bir əhəmiyyət daşıyır. Refleksiya nəticəsində bugünkü təlim nəticəsinə nə dərəcədə çatdığımızı biz yoxlayırıq. Və əgər düzgün şəkildə addımlamamışıqsa, bu zaman yenidən digər asan yollarla yenidən şagirdə izah verilir, nümunələr tətbiq təşkil edilir ki, şagird bunu mükəmməl şəkildə anlasın. Refleksiya biz bəzən özünü qiymətləndirmə də deyirik. Refleksiya iş üsullarımız hansılardır? Əsasən 3-2-1, BİBÖ istifadə edirik. Daha sonra çıxış bileti, cümlə kökləri, şəxsi jurnallar, müzakirə, sual-cavab istifadə etmək olar. Yəni, bunlar da bizim refleksiya iş üsullarımızdır. Baxırıq daha sonra neçənci sualımız gəlir? 5-ci sualımız. Motivasiya düzgün olmasa nə edərsiniz? Motivasiya düzgün olmasa, demək olar ki, təlim uğursuz olar. Və bizim də əsas məqsədimiz budur ki, təlimimiz uğurlu alınsın və motivasiyamızı düzgün quraq. Əgər motivasiya düzgün alınmayıbsa, yenidən deduktiv dərs təşkil etməliyik. Yenidən şagirdlərin marağını, diqqətini özümüzə cəlb etmək üçün iş üsulları, müxtəlif vasitələrdən istifadə etməliyik.
Motivasiya düzgün qurulsa, dərsin yarısından çoxunun mənimsənilməsi deməkdir. Şagirdlər tərəfindən dərsin maraqla qarşılanması, maraqla öyrənilməsi, tapşırıqları həvəslə yerinə yetirilməsinə gətirib çıxardacaq. 6-cı sualımıza baxırıq. Təlim nəticəsini nə zaman verirsiniz? Təlim nəticəsini dərsin əvvəlində şagirdlərə elan edirik və həmçinin də təlim nəticəsinə əsasən təşkil etdiyimiz meyarlarda şagirdlərə elan edirik ki, təlim məqsədinə hansı bilik, bacarıqları təlimin sonunda əldə edəcəyik və hansı meyarlara əsasən sizi qiymətləndirəcəyik. 7-ci sualımıza baxırıq. Diaqnostik qiymətləndirmənin nəticəsinə əsasən illik planlaşmada dəyişiklik etmək olarmı? Və yaxud illik olmasın, gündəlik, yəni cari planlaşmamızda dəyişiklik etmək olarmı? Diaqnostik qiymətləndirmə planlaşdırmanın düzgün qurulması üçün istiqamət verir. Həm gündəlik, həm illik planlaşdırmada, yəni biz diaqnostik qiymətləndirmənin nəticəsinə əsasən deməli, həm illik, həm yəni cari, gündəlik planlaşmamızda dəyişiklik edə bilərik. Çünki diaqnostik qiymətləndirmə elə bu məqsədlə aparılır ki, biz şagirdin potensialını, mənfi müsbətlərini bilib bu üzrə addımlayaq, istiqamət verək. Bugünkü izahımız bu qədər. Bizim videomuzu bəyənməyi, paylaşmağı unutmayın. Digər müəllimlər də izahımızdan yararlansın.